Bizim ümumiyyətlə ölkədə ən böyük problem polyalardır. Çox azdır. Çox azdır. Mən çöldə hardasa oynamaq istəsəm belə Yer yoxdur. yer yoxdur. Əvvəl bizim vaxtımızda yadıma gəlir. Məhəllədə bütün günü 2 kubik, yer bir Aldı cədvəllə də məşq Hər edirdik. yerdə yer tapırdıq, oynayırdıq. Məhəllədə özümüz Amma, düzəldirdik. İndi o həmin o indi boş biraz, yerlərin hamısını boş yadı yer, deyil. Yox, emin yeri yoxdur deyəndə mənə maraqlıdır. Nə nəzərdə tutursan? Konkret polya yoxsa məhz yer, bax oynamaq üçün plaşa Sahə, boş sahə yox. Boş sahə, harda sən heç olmasa polya qura bilərsən, orada da maşınlar getməsin heç olmasa. Uşağı da aşağı buraxa bilmərsən oynasın, çünki orada maşınlar mənim həyatımda bizdə yoxdur da belə plaşatka yoxdur. olan yerlərdə dolu olur həmişə. Hə, olan yerdə dolu olur, orada da uşaq oynaya bilməz. Ona görə o çox azdır. İndi başlayıblar salmağa o iqra plaşatkaları məhəllələrin içində. Amma Nə qədər daha çox olsa bir o qədər yaxşı olar. O da yaxşı olar, o da köməklər. Çünki futbolçular akademiyada böyümür. Futbolçular daha çox qıraqda oyun küçələrdə böyüyür.